Bir vaxtlar Xaçmaz pomidoru, Quba alması, Zaqatala fındığı, Sabirabad isə Çələbi və Cəfərxan növü qarpızı ilə tanınardı. Digər rayonlarımıza da nəzər salsaq siyahını xeyli uzada bilərik. Lakin hazırda bazarlarda satılan meyvə və tərəvəzlərə diqqət etdikdə görürük ki, yerli növlərin sayı əvvəlki illərlə müqayisədə xeyli azalıb. Bir zamanlar kənd təsərrüfatında geniş becərilən meyvə-tərəvəz növlərinə ya nadir hallarda rast gəlinir, ya da ümumilikdə becərilmir. Alıcılar deyirlər ki, adətən yerli növ məhsul axtarışında olsalar da tapılması mümkün olmur. Yəni bizdə elə psal keyfiyyətdir. Əvvəl gördüyümüz təsərrüfat mallarından yoxdur. Xiyarıda, pomidorda, meyvəsidir. Meyvənin özünün məsələn tərkibi yoxdur. Yəni biz bu saat qalmışıq vallahi elə belə. Yediyimizin tərkibini bilmirik. Daha çox xarici sortlardır. Hamısı xaricidir. Almanı, armudu indi aldığımız həmin növdür. Özümüz tamından da bilirsiniz. Pomidorun pomidor deyil, meyvən o deyil. Səbəb çünki özümüzün o istehsalı yoxdur. Eləmirlər. Əhmirlər onu. Təmiz pomidor var idi, təmiz xiyar indi adlarını yaxşı bilmirəm. Hani indi dədə baba deyirdik ona, indi yox. Yerli məhsul həmişə az olur. İndi oradan buradan gətirirlər ki, çox versin də, məhsul çox versin, bunlar üçün budur əsas. Keyfiyyət yox, kəmiyyət indikilərə lazımdır. Satıcılar da əksər yerli meyvə-tərəvəz və bostan bitkilərinin tapılmadığını bildirirlər. Cıracı almaların demək olar ki, şahı idi. Cıracı çıxıbdı, şafran çıxıbdı sıradan, rozmarin çıxıb, palmet çıxıb. Yəni demək olar ki, mən yerli sort tapa bilmirəm, görmürəm. İndi ancaq xarici sortlardır. Fujidir, Grand Smith'dir, şirkətlər əkirlər. Toxum yoxdur, yoxsa? Yox, özləri əkmirlər. O almalar yeməli almalar idi, həm də o almanın ətri gəlirdi. Amma bu almanın neyiniyəsə bu almadan iyi gəlməyəcəkdir. Yerli məhsullardan əsər əlamat qalmayıb. Bu da xalqın tələbatı ilə əlaqədar olan bir şeydir. Bu çəhrayı pomidor dediyimiz pomidorlar əvvəl bizdə necə deyərləri az tapılan bir məhsul idi. İndi görürsünüz, bütün bazar çəhrayı pomidordan ibarətdir. Yerli qırmızı pomidorlar az əkilir, ancaq onlar yayda açıq şəraitdə bitirilir. Onların da o həqiqi yerli qırmızı pomidorlar deyil. Yerli sort Sultan, bir də başqa bir sort var, Xaçmazın öz yerli sortu. O da tez nazik qabıq olduğuna görə, tez əzildiyinə görə ona az bir miqdarda əkirlər. Zirə pomidorunu tapa bilmərik, çünki onun qiyməti də bahadır və o da nazik qabıq, o tez xarab olduğuna görə heç kimə sərf eləmir, nə əkmək, nə satmaq. Yerli məhsul sərf eləmirik. Yerli məhsul məsələn verir 1 kilo, xarici mal verir məsələn bir dənə işdir 5 kilo. Bölgə bazarlarında da vəziyyət eynidir. İsmayılı sakinləri deyirlər ki, yerli növlərə aid məhsul tapmaq mümkün deyil. Toxumlar da elə ancaq, yəni yerli toxum ancaq qıraqdan gələn toxumlardır. Karşuka gəlirdi, indi gəlmir məsələn. Gəlir indi Gürcüstandan, Rusiyadan. Toxumun olmaması əkən üçün böyük maneədir. Tovuzdan olan fermerlərin sözlərinə görə xüsusilə yerli kartof növləri artıq yox səviyyəsindədir. Olanlara da yavaş-yavaş maraq azalır. Qavaqlar biraz yaxşı idi, çiçəkdə üz verirdi, söyün qartofda, o sarı qartofda üz verirdi qəzəb sortu. Bəli, bunlar indi üz vermir, maraq yoxdur tabi. Yəni bilirsən nə deyim, əkirik, səpirik, məsələn yaxşı çıxmır. Hamı xaricdən gələnə qaçır. Öz yerli toxumumuz idi, gözəl idi, qəşəng idi. İndi yox. İndi hamı xaricə qaçır, xaricdən gələn qartofa qaçır. Əsas məsələ odur ki, yerli toxum yoxdur. Hal-hazırda Hollanddan gələn qartoflardan səpirik də, xaricdən gələnlərdən. Anna Carrera, bax belə qartoflar. Üz vermir də, ucu qıraqdan gələni sevir, zəhmət xaricdən gələnləri. Öz yerli qartofumuz üz vermir. İqtisadçı Eldəniz Əmirov bildirir ki, kənd təsərrüfatı istehsalında yerli növlərin azalmasının bir neçə səbəbi var. Bu səbəblər içərisində birinci yerdə gələni iqtisadi faktorların yaratdığı bir zərurətdir. Yerli məhsullar istər ölkə daxilində olan bazarlarda, istər ixrac istiqamətində fəaliyyət həyata keçirilərkən digər ölkələrdən daxil olan məhsullara uduzurlar. 1 hektar ərazidə yerli məhsulların istehsalı nəticəsində 100 kiloqram istehsal edilə bilirsə, digər növlər olduğu zaman bu bir neçə dəfə 300, 500, bəzən daha yuxarı göstəricilərlə məhsul istehsal oluna bilər. Müasir dünyada isə
başlıca şərt odur ki, minimal sahələrdə maksimal məhsul istehsalı kim edirsə, onlarda daha çox gəlirli fəaliyyət göstərir. Ekspert deyir ki, fermerlər də hazırda daha məhsuldar növlərin əkilməsində maraqlıdırlar. İlham Əkəliyeva, Rafiq Həsənov, Cümşüd Məmmədov, Vüsal Hüseynov, Xəbər Ertəsi.